Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Bəniz ləqəbli tiktoker Aybəniz Xəyalovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Unikalın əldə etdiyi məlumata görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri əvvəlcə prosesə sədrlik edən hakimə, daha sonra tərkibə etiraz ediblər. Vəkillər etirazı səbəb kimi onların verdiyi vəsadətlərin əsaslandırılmadan rədd edilməsini göstəriblər. Qısa müşavirədən sonra etiraz təmin edilməyib. Məhkəmənin növbəti icrası avqustun 6-sına təyin edilib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev məhkəməyə Aybəniz Xəyalovanın 11 il azadlıqdan məhrum edilməsini təklif edib. Qeyd edək ki, TikTokerə qarşı cinayət məcəlləsinin 182.3.2, yəni hədə-qorxu ilə tələb etmək, külli miqdarda əmlak əldə etmə məqsədi ilə törədildikdə və 221.3, yəni xuliqanlıq maddələri ilə ittihamlara sürülüb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəyalova ondan hissəsi olmaqla 836 min manat pul tələb edib. Qeyd edək ki, şikayətçi Xalid Kərimovla Bəniz ləqəbli tiktoker uzun müddət sevgili münasibətində olublar. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.